Salam və hörmətli izləyicilər. Binəqədidə yeni bir evimiz var. Binəqədi onun yaxınlığında yerləşir evimiz. 4 otaqlı həyət evidir. Yəni yaxından tanışıyıq. Bu gördüyünüz kimi evimizin giriş hissəsidir. Daha genişdir buralar. Baxın evimizin arxa hissəsində buraya yaxın. Evimizin arxa hissəsində deməli Timitka və kombi üçün balaca kladovkamız var. Balaca ev çöl əşyalarını qoymaq üçün yerimiz var burada gördüyünüz kimi. Evimizde kondisionerimiz de var. Evimizden yakından tanışıyor. Evimiz yerden 5 daş kürsülüdür. Evimizin demə giriş səsi belədir. Kuxna studiyadır, montajla bir yerdədir. Baxın, evimizin üstündə qalan kuxna əşyaların hamısı qalır, kuxna meyvəli qalır. Daha sonra zalımız budur. Baxın, görürsünüz genişliyi. Çox gözəldir, amerikanski bir evlər oxşayır onlarınızda. Hemen otaqlarla sizə tanış edək, yaxınlaş. Bu bir yataq otağımızdır, gördüyünüz kimi necə genişdir. Aboylara baxın, neçə maraqlı aboyları var. Evimiz qəşəng təmirlidir, full təmirlidir. Yataq otaqlarına birinin əşyalar qalır, birini isə götürür eviyəsi. Bu növbəti yataq otağımızdır. Gördüyünüz kimi, yəni genişliyə baxın, hal-hazırda meyvəli olurlar. Otağın genişliyi yenə də görürsəniz nə qədər genişdir. Aboylarımızın hamısı qəşəng gözəl aboylardır. Daha sonra istəsəniz elə. Gel növbəti otağa. Gördüyünüz kimi bu da növbəti bir otağımızdır. Biraz xudmani otaqdır, amma həqiqətən evə görə çox gözəl otaqdır. Bura adlayını özün üçün istirahət otağı edirsən. Yataq otağından əlavə. Otursan burada başın dincəlir, sakitçilik yaradır sənin üçün. Sağ olun. Evimizlə bağlı kiminlə sualı varsa səhifənin direktinə və aşağıdakı nömrələrimizlə əlaqə saxlaya bilərlər. Sağ olun.